smackdown prize. Hey, full of honey, just to make him sweet. Crystal ballin', just to help him see what he's been. Görüm əhvalın yaxşıdır, nə edirsən ki? Heç sən parovu sındırmışam, təzə statuslar paylaşıram. Aləm deyib bir-birinə. Axı sənin buna nə ixtiyarın var? Zarafat edirəm, nə qışqırırsan, mən nə biləm parol sındırmaq nə olan şeydir. Görüm çox həvəslisən, amma heç baş qoşma. Çünki dünyada kiber təhlükə ilə mübarizə aparılır, əzizim. Wow, doğrudan? Bəlkə elə bu haqda ətraflı danışaq. Aha, əla mövzudur. Salam maglar, texnoloji inkişaf dövrünün gəncləri. Bugünkü mövzumuz dünyanın internet və kompüter istifadəçilərinin hər gün qarşı-qarşıya qaldığı kiber təhlükədir. Bu haqda danışacaq qonağımız da var, amma gəlin əvvəlcə təcrübəli əməkdaşımız peşəkar ekoloq Rövşənin Ekotexno rubrikasını izləyək. Super. Avtomobil şirkəti istehsal etdiyi P1 avtomobillərində canlıların xüsusiyyətlərini öyrənilərək tətbiq edir. Belə ki, şirkətin dizayn direktoru bir gün Karib adalarında istirahət etdiyi zaman otelin sahibi ona bir balıq tutduğunu və bu balığın əslində çox sürətli üzən bir balıq olduğunu deyir. Və təbii ki, sürət anlayışı bu balığın xüsusiyyətlərini öyrənmək düşüncəsi yaradır. Və Stefanson bu balığı əldə edir, yəni o da bir yelkən balığı əldə edir və ondan bir müqəvva düzəldir və həmin o müqəvvanı şirkətin skanerləmə laboratoriyasına göndərir və orada yelkən balığının xüsusiyyətləri araşdırılır. Yelkən balığı çox sürətli üzən bir balıqdır. Saatda 110 km sürətlə hərəkət edə bilir. Balıq sürətlə üzdüyü zaman əslində sanki suyun içində deyil, havanın içində üzür. Çünki balıq üzdüyü zaman səthində həmin o pulcuqlu dərisində hava qabarcıqları meydana gəlir. Sürtünməni minimum səviyyəyə endirir və bununla da balıq saatda 110 km sürətlə üzə bilir. Və balığın səthindəki bu tekstura, bu naxışlar öyrənilir, bu pulcuqlu naxışlar öyrənilir və bu naxışlar avtomobillərin, bu sürətli P1 avtomobillərin mühərriklərə gedən boruların daxilinə tətbiq edilir. Bununla da avtomobilin mühərrikinə daxil olan hava axını 17%-ə qədər daha da artmış olur. Və bundan əlavə, yelkən balığının quyruğunda olan üzgəc hissəsini avtomobilin spoilerinə, yəni arxa hissəsinə tətbiq edirlər və bununla da avtomobilə daha bir aerodinamik xüsusiyyət qazandırmış olurlar. Və bununla bağlı şirkətin dizayn direktorunun çox maraqlı bir sözü var. Stefanson belə deyir, hər gün ofisdə tədqiqatla məşğul oluram, amma avtomobil dizaynı ilə daha çox biologiya öyrənirəm. Təbiətdən çox şey öyrənib mənimsəmək olar. Məsələn, necə olur ki, kərtənkələ üfüqi səthə yapışaraq ayaqları yuxarı vəziyyətdə gedə bilir. Əgər bunun səbəbini tapa bilsən, bunu texnologiyaya tətbiq edib avtomobillər üçün yaş yollarda sürüşməyən təkərlər düzəldə bilərsən. Təbiətdə yaradılmış canlıların çox mükəmməl, möcüzəvi xüsusiyyətləri var və biz bu xüsusiyyətləri öyrənib texnologiyaya tətbiq etdiyimiz zaman ekoloji cəhətdən daha səmərəli, həm də iş effektivliyi daha da artan müasir texnologiyalar inkişaf etdirmiş oluruq. Və buradan bu nəticəyə gəlirik ki, təbiəti qorumaq əslində onu tanımaqla mümkündür. Təbii ki, internet resurslarının, kompüter texnologiyalarının yaxşı təsirləri pis tərəflərindən dəfələrlə çoxdur. Onlardan biri qrafikanı sevənlər arasında hazırda çox dəbdədir. Bəli, söhbət Magic Wine-dan gedir və bu işi çox yaxşı bilən gənc qonağımız var. Gəlin Samiri salamlayaq. Buyur Samir. Samir, studiyamıza xoş gəlmişsən. Düzü mən biraz səndən çəkinirəm, çünki ola bilər ki, az sonra bizi də buradan yox edəsən. Sənin videolarından bunu görmüşük ki, bacarırsan. Lakin qorxu bir yana sənə belə bir sualım olacaq. Bu işi məşhurlaşdıran Amerikalılardan sonra mı maraqlanmağa başladın, yoxsa ondan əvvəl belə bir ideyan var idi? İlk olaraq qeyd edim ki, bu işin peşəkarı, ilk qurucusu Amerikalı filmmaker Zakin adlı Vine fenomenidir. Çox məşhur fenomen. İlk bu işi qurub və araşdırdım biraz. Baxdım ki, Azərbaycanda bu işi görən az insan var, edən insanlar da daha uğurlu etmir və qərara gəldim ki, belə bir həvəskar çəkiliş üçün
Azərbaycanda bu işə başlayım. Aha, və ilk başlayanlardan biri kimi indi sənin fikirlərini öyrənmək istərdim ki, bəs hal-hazırda maraq necədir bu videoları sənin çəkdiyin və bir də ki, yaratdığın qrafikalar orijinaldırmı, yoxsa sən məsələn elə Amerikalardan görüb təkrar edirsən? Birebir plagiat. Yox, açığı bəziləri var, ilk ondan götürürəm. Bəzi kadrlar var ki, onun təkrarını eləyirəm, amma bəziləri də var ki, məsələn, baxa bilərsiniz ki, orada öz fikirlərim, öz ideyam da var. Yəni, İzləyici kütlə necədir? Yəni, maraq var bu sahəyə? Gənclər maraqlanırlar? Var, maraq var. Ancaq bir maraq var, nə ilə edirsiniz? Nə ilə edirsiniz? Baxa bilərsiniz demişkən və nə ilə edirsiniz demişkən, mənə gəlir ki, maraqları, maqları daha doğrusu intizarda saxlamayaq. Gəlin, həmin o görüntüləri izləyək, sonra daha bir sualım olacaq. iPhone-dan olanı belə sözülər. Coca-Cola, Coca-Cola, Coca-Cola iç. Popcorn. Samir, çox maraqlı idi, həqiqətən də təəccübləndirə bildim bizi. Bəs bu cür qrafikaları hazırlamaq üçün hansı baza proqramları bilmək lazımdır? Ümumiyyətlə, montaj proqramında güclü Adobe After Effects proqramı var. After Effects bunu dəqiq deyək ki, maqlarımız öyrətsin. After Effects, bəli. Səs effektlərdə Sony Vegas proqramı var, onunla əlavə edirik. Ümumi 2 proqramdır ki, bundan istifadə olunur. Bir də ki, sən yəqin ki, buna könüllü olaraq başlamışsın da, həvəskarsan. Bəli, həvəskar olaraq. Yəni, profesional olaraq bilmirəm. Bəs proqramları necə öyrəndin? Proqramları bir ara özüm üstündə məşq eləyərək, belə həvəskar olaraq, oradan-buradan, axırda toplum olaraq bir yerə yığıb Neçə müddət ərsəyə öyrəndin bunu? getirdin. Paris sol atəşlə tutub Hələ də öyrənirəm. Bəs ixtisası nədir Samir? İxtisasım ümumiyyətlə saç ustasıdır mənim. Saç ustasıdır, tamamilə əlaqəsiz. Hal-hazırdakı peşəm budur. Sadəcə bunu vaxt tapdıqsa bir məşğul olaraq, həvəskar olaraq. Hə, hobi kimi yəni. Bəs saç ustası kimi mənim saçlarımı bəyənirsən? İndi yaxşı, Paris. Ya pis deyil Paris. Özün hazırlansan, özəllər. İdeyalara keçid almaq istəyirəm. Yəni ki, plagiat deyil. Qeyd etdin ki, birəbir ideyaları götürmürsən. Bəs ideyaları, yəni yolda insanları görəndə mi ağlına gəlir? Yəni ilham pəriləri necə gəlir və sonradan bu videoları hazırlamaq qərarına gəlir? Çıxmasın, amma var. Bəziləri var ki, onlardan götürmüşəm hansısa bir yola başlamaq üçün. Əvvəllər ola bilər. Amma yeniliklər edirsən. Edəcəm inşallah bundan sonra öz yeniliklərim olacaq. Məsələn, nə kimi yeniliklər? Gözləsinlər izləyicilərini səndən? Məsələn, qızqalasını yoxa çıxardacam. Bunu etmə Samir, etmə elə. Amma Samirin işləri təkcə bununla bitmir. Gəlin, mən inan söz tapmıram demək ki, Samir qızqalasını necə yox edəcək? Gəlin onun növbəti videolarına baxaq. Bəs bu videolarda o işin bütün sirlərini açmış olacaq. Bugün hava çox buludlu. Bugün hava çox buludlu. Və artıq biz də bunu edə bilərik. Paris, lakin mən Samirdən soruşmaq istəyirəm. Bu necə idi, dadlı idi? Çox dadlı idi, bəli. Şirin idi biraz da. Biraz da şəhrai idi. Pambıq kimi şirin buludlar. Hətta o çəkiliş üçün 2-3 dəfə biz onu sınaq elədik. Bir dəfə, 2 dəfə uğursuz alındı. Dostum hətta ondan dadmağa başlamış ki, nə vaxt gedir çəkiliş. Nə kimi uğursuzluqlarla qarşılaşırsan? Uğursuzluq, məsələn, bir çəkiliş eləyirik və proqrama təqdim eləyəndə o videonu baxırıq ki, haradasa bir səhv eləmiş, uğursuz alınır və yenidən başlayırıq onu çəkməyə. Elə vaxt olur ki, yağış yağır, çəkə bilmirik, günəşin çıxmasını gözləyirik. Hətta hava durumu təsir edir. İşıqlandırma. Bəs bir video ümumiyyətlə nə qədər müddət ərsəyə gəlir? Baxır videonun nə qədər rol oynadı. Video var 2 saat, var 3 saat. Məsələn, var oradakı lazım olan səsləri videoya əlavə eləmək. Onları tapıb hər zaman bu müddət arası mı işlətməyə qərarındasan? Yəni 5, 7, 10 saniyə arası, yoxsa bunu bir film kimi də düşünürsən gələcəyə? Ümumiyyətlə film kimi daha çox maraqsız olar, çünki sıxıcı olar. İnsanlar maraqlı lazımdır ki, bir 6 saniyə, 7 saniyə daha gülməli, daha bir maraqlı bir şey göstərmək, təqdim eləmək. Və mən istəyərdim ki, digər videolara da baxaq, gənclərimiz izləsinlər və zövq alsınlar. Bütçənizi belə çoxalda bilərsiniz.
Bu işdə pul qazanmağın bu qədər asan olduğunu heç təxmin etməmişdim. Özünü like eləyənlərə necə baxırsan? Çox gözəl. Təsəllidir ən azından. Bu bir çox gənclərin bəlkə də həyatdakı necə deyim, sevincləri olar ki, özlərinə hər dəfə like qoymaq və bəlkə də bunu etmək, like'ları çoxaltmaq, necə də sevindirici halda Bəli, maraqlı və biz hətta Samirə təklif edərik ki, bəlkə bizim studiyada da bizimlə bağlı maraqlı bir Vine videosu çəkmək olar. Samir hal-hazırda fikirləşir, görək nə qədər fikirləşir. Bəlkə sonda bir şeylər görə bilərsiniz. Bəli, olar. Bəlkə də alınır. Sürpriz ola bilər mağlara sonda. Təşəkkür edirik Samir gəldiyinə görə. Doğrudan çox maraqlı idi sənin videolarını izləmək. Sənə daha böyük uğurlar arzu edirik. Səsin yüksəklərdən gəlsin. Çox maraqlı idi həqiqətən. Kadr arxası məqamlara görə xüsusi təşəkkür. Əsas mən sizə təşəkkür edirəm ki, dəyər verdiyi verilişə çağırdığınız üçün minnətdaram. Sağ olun, var olun. Axı harda qaldı bu Fariz? Gəlsəydi verilişimizə başlayardıq. Səni də yorduq Samir. Yox, bəlkə Fariz çağıraq. Necə yəni Fariz gəl? Pencəyə kəlimdə. Pencə ilə nə olacaq? Fariz. Nə qədər sürətli inkişaf varsa, o qədər tanımaq, öyrənmək istədiklərimiz olacaq. Ümumiyyətlə, dünyanı tanımaq üçün yaşlanmağı gözləməyin, dostlar. Bəli, elə dünyadan gənc yaşda xəbərdar olmaq istəyənlər üçün Max Səbinənin Dünyanı Tanımaq rubrikası var. Gəlin, indi onu izləyək. Autizm xəstəsi uşaqları qucaqlayan Kreslo tək qolla uğurun zirvəsində. Ginnesin rekordlar kitabına düşmüş 5 fərqli insan. Salam dünyanı tanımaq istəyən maqlar. İxtiralar çoxdur və hər bir ixtiranın da həyatımızda mühüm rolu var. İxtiraçı alimlərin uşaqları düşünməsi isə çox sevindirici bir haldır. Axı uşaqlar bizim gələcəyimizdir. Onları qorumaqsa hər birimizin borcudur. Amerikalı biznesmen Stuart Jackson autizm xəstəsi olan uşaqlar üçün qucaqlayan kürsü ixtira edib. Kürsü uşaqları qucaqlayaraq onların orqanizmində müsbət enerji yaradır və bu da uşaqların düzgün inkişafına kömək eləyir. Hər bir valideyn övladının sağlam və qüsursuz dünyaya gəlməsini istəyir. Uğur qazanmaqsa sənin qüsurlu və yaxud da qüsursuz olmağına baxmır. Əsas odur ki, əlində olan imkanları düzgün qiymətləndirib, Matya Şlit kimi səy göstərəsən. Almaniyalı olan Matya Şlit'i digər insanlardan fərqləndirən əsas özəlliyi sağ qolunun sol qolundan daha güclü olmasıdır. Matya qüsurlu doğulub və tam 16 il ancaq sağ qolunu işlədə bilir. Daha sonra sol qolunu tədricən işlədə bilsə də, bu onun sağ qolu qədər güclü olmur. Matya Şlit'in qüsurlu doğulması ona uğur da gətirir. Belə ki, Şlit tək sağ qolunun gücü ilə onlarla qol güləşi çempionatlarında qalib olur. İnsanlar fərqli olduğu kimi istedadlar da fərqlidir. Kimisi bu istedadının sayəsində, kimisi qeyri-adi görünüşünün, kimisi də illərin zəhməti nəticəsində Ginnesin rekordlar kitabına düşməyə müvəffəq olub. Amma indi sizə təqdim edəcəyim beşliyimdə isə nə demək istədiyimi daha aydın başa düşəcəksiniz. 5-ci yerdə ən uzun dilli qadın yer alıb. Annika Irmler adlı bu qadının dilinin uzunluğu 7 santimetrdir. Bu xüsusiyyəti ilə o rekordlar kitabına düşüb. 4-cü yerin sahibi ən çox barmağa sahib olan uşaq Hindistanlı Devendra Harnendir. Onun əl və ayağında ümumi 25 barmağı var. 3-cü yerdə Dean Sheldon yer alıb. Bu oğlanı digərlərindən fərqləndirən cəhəti isə ağzında 18 santimetrlik əqrəbi təxminən 20 saniyə saxlaya bilməsidir. 2-ci yerin sahibi dünyanın ən uzun dırnaqlı qadını Lee Redmond yer alıb. 1979-cu ildən bu yana dırnaqlarını heç kəsməyən Lee onların uzunluğunu 9 metrə çatdırıb. 2009-cu ildə isə avtoqəzaya düşərək dırnaqlarını kəsmək məcburiyyətində qalır. Təəssüf ki, 20 il çəkdiyi əziyyət boşa gedib. Nəhayət, 1-ci yerin sahibi ən incə belli qadın Katya Jung yer alıb. İnanmaq çətin olsa da bu ölçünü əldə etmək üçün illər boyu ən dar korsetlər geyinib. Dünyada o qədər qeyri-adi bacarığa malik insanlar, macəra dolu şəhərlər, fərqli heyvanlar var ki, biz hələ də onların çoxunu tanımırıq. Onlar haqqında məlumatlı olmaq və dünyanın görmədiyimiz tərəflərini görmək üçün mütləq dünyanı tanımaq lazımdır. Sujetimizi izlədik və söz verdiyimiz kimi kiber təhlükə və ondan qorunmanın yollarından danışacaq qonağımız olacaq. Qonağımız artıq buradadır. Buyurun.
Zaur, xoş gördük studiyamızda. Özünü necə hiss edirsən? Xoş gününüz olsun. Özümü əla hiss edirəm bu gənclərin arasında. Çox Super. gözəl. Elə bizim məqsədimiz də budur ki, bizim qonaqlarımız hər zaman pozitiv hiss etsinlər özlərini. Zaur, elə başlayaq səni yaxından tanımağa. Nə təhsil almısan və necə oldu ki, kompüter mütəxəssisi oldun? Mən Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almışam, informasiya texnologiyaları sahəsində. Elə bu sahədə də çalışıram, veb saytların hazırlanması ilə daha çox məşğul olurum. Çox gözəl. Əla. 10 il əvvəlki saytlarla indiki saytlar arasında nə kimi fərqləri var və sayt açmaq üçün hansı minimal biliklərə sahib olmaq lazımdır? Zaur. Əslində qalsa, veb texnologiyalar çox sürətlə inkişaf edir. Bu sahədə olan insan bir neçə ay işdən uzaqlaşsa, artıq yenidən işə qaydanda çox böyük fərqlər hiss edir. Yadırğayır yəni? Bəli, bəli. Çünki veb texnologiyalar çox sürətlə inkişaf edir. Trend tez-tez dəyişir. Bəli, dizaynın trendi belə çox sürətlə dəyişir. Proqramlaşdırma texnologiyaları sürətlə inkişaf edir. Artıq hər ay, hər bir neçə aydan bir təzə-təzə texnologiya çıxır. Zaur, bəs domen necə əldə olunur və bu sualı cavablandırmazdan öncə mən istəyərdim ki, ümumiyyətlə domen nədir? Buna da aydınlıq gətirək. Çünki ola bilər ki, izləyicilərimiz arasında bunu bilməyənlər ola bilər. Həm də bayaqki sualıma da cavab almanım yeri gəlmişkən, lakin fərzi sualını cavablandırdıqdan sonra öncəki sualıma cavab istəyirəm ki, sayt açmaq üçün hansı minimal biliklərə sahib olmaq lazımdır? Domen deməli sizin bu daxil olduğunuz veb saytın adıdır. Misal üçün www, domenin adı .az və yaxud da .com. Domen almaq üçün Azərbaycanda şirkətlər var, hansı ki bu xidməti göstərir. Amma mən xüsusi qeyd istəyirəm, bildirim ki, əksər hallarda sifarişçi saytı hazırlayan tərəfə deyir ki, domeni siz alın bizim üçün və onlar biraz bu sayda məlumatsız olduğuna görə domeni saytı hazırlayan tərəf alır və öz adını alır və bu gələcəkdə bir neçə problemlərə gətirib çıxarır ki, domenin illik vaxtı bitəndə artıq həmin şəxsin adında olur. Bəli. Yəni sifarişçinin yox, həmin saytı hazırlayan adı və sifarişçi həmin saytı hazırlayanın asılı vəziyyətə gəlir, çıxır. Gəlin onda domen almaq istəyənlərə məlumat verək ki, hansı yollarla əldə etmək lazımdır? Domen almaq üçün Azərbaycanda vahid bir veb sayt var, www.online.az. Bu .az domenlərinin satışı ilə məşğul olan bir veb saytdır. Çox rahatlıqla daxil olub istədiyiniz domen adını yazıb axtarışa verirsiniz və əgər həmin domen alınmayıbsa, boşdursa, internet kart vasitəsilə ödəniş edib almaq olar. Yəni bunu hər kəs edə bilər. Mütəxəssislə məsləhətləşməyə ehtiyac yoxdur. Xeyr, heç bir ehtiyac yoxdur. Onda əvvəlki sualıma da cavab zəhmət olmasa, hansı minimal biliklərə sahib olmaq lazımdır internet sayt yaratmaq üçün? Veb sayt yaratmaq üçün iki cür yol var. Biri professional, biri də qeyri-peşəkar, həvəskar formada. Professional yaratmaq üçün minimal biliklər kifayət eləmir. Orada kifayət qədər ümumiyyətlə veb sayt yaratmaq bir neçə mərhələdən ibarətdir. Qruplaşdırsaq deyə bilərik ki, bu veb saytın dizaynının hazırlanması, veb saytın statik kodlaşdırılması və onun proqramlaşdırılmasından ibarətdir. Əlbəttə ki, veb saytın kontenti də olur. Bu tam başqa bir işdir ki, onu hazırlamaq, kontentini daxil etmək və yaxud da veb saytı test etmək, elə bizim danışacağımız security testlər, təhlükəsizlik testlər çox vacibdir. Amma deyək ki, təhlükəsizliyi olmayan bir sayt belə hazırlayan üçün ən azından veb dizayn bilikləri lazımdır və veb proqramlaşdırma. Həvəskar formada hazırlamaq üçün isə internetdə rahat alətlər var, hansı ki onlar şablon saytlar olur. İnterfeys vasitəsilə çox rahatlıqla istədiyiniz menyuları daxil edirsiniz, haqqımda, fotoqalereyam və s. Google saytında axtarış versəniz ki, how to create, misal üçün, web site. Necə yaratmaq? How to create, okay. Və maraqlıdır. Ümumiyyətlə bizim bugünkü mövzumuz kiber təhlükə adlanır, yəni internet təhlükəsizliyi və elə security-yə, yəni təhlükəsizliyə gəlmişkən, gəlin buna da aydınlıq gətirək. Ümumiyyətlə hal-hazırda bizim şəxsi informasiyalarımızın qorunması nə dərəcədə yəni qorunur? Nə dərəcədə güvənə bilərik biz sosial şəbəkələrə, internetə? Ümumiyyətlə, bütün dünyada veb saytların, ümumiyyətlə nəinki veb saytların, hətta saytların yerləşdiyi serverlərin belə təhlükəsizliyinə 100% qarantiya yoxdur. Sadəcə təhlükəsizliyə qarşı müəyyən məqamlar var ki, onları həmişə nəzərə almaq lazımdır. Daimi həmin məhsulu nəzarətdə saxlamaq lazımdır.
Bunun üçün də bir neçə istiqamətlər var. Məsəl üçün hazırlanan saytın proqramının security, yəni təhlükəsizlik test olunması və həmin saytın yerləşdiyi serverin təhlükəsiz olması. Təhlükəsiz olmağı dedikdə də yəni 99%-dan söhbət gedir. Heç kəs xordalanmadığına görə. Bəli. Bunun üçün də adətən veb saytları hazırlayanda xəkerlərə müraciət olunur. Yəni proqramçı veb saytı hazırlayır, amma xəker onun işini yoxlayır və onun boşluqlarını göstərir ki, filan yerlərdə boşluqlar var. Bu vasitələrlə hansısa başqa xəker sizin saytınıza hücum edə bilər və onun qarşısını almaq üçün bu metodlardan istifadə edin. Bəs ümumiyyətlə xəkerlərin məqsədi nədir ki, yəni hücum edib o saytları dağıdırlar? Əslində xəkerlər iki cür məqsədli olurlar. Birinci yaxşı məqsədli olurlar, yəni onlar yoxlayırlar və deyirlər ki, xəker deyəndə insanın ağlına vahiməli bir insan cismi gəlir, yaxşı niyyətli, xoş niyyətli xoş niyyətlilər də olur. Bəli, misal üçün bizim özümüzün çalışdığımız xəkerlər xoş niyyətli xəkerlərdir. Biz onlar hətta bizə xidmət göstərirlər. Biz hazırladığımız veb saytları öz komandamızda olan xəkerlərə veririk. Onlar test edib, bəli, test edib nəticələrini deyirlər ki, filan yerlərdə boşluqlar var, onu aradan qaldırmaq üçün bunu edir. Bu xoş niyyətli xəkerlərdir. Bir də var pis niyyətli olanlar var. Yəni o saytları məsələn dağıtmaqla oradan nəsə şəxsi informasiyalar əldə etmək mümkündür? Əslində mümkündür, bəli. Bir çox saytlar var ki, o saytlar onsuz da açıqdır cəmaata, orada şəxsi məlumat olmur. Amma bir çox məsələn bank saytları və yaxud da başqa konfidensial məlumatların qorunduğu saytlarda, bəli, xəkerlər onlara hücum edib məlumatları götürürlər. Təbii ki, Azərbaycanda bu təhlükəsizlik kifayət qədər qorunur. Amma nəzarət eləmək də, yəni xəkerləri bəs yaxalamaq mümkündür ümumiyyətlə? Xəkerləri yaxalamaq çox çətin məsələdir. Çünki onlar saytı xək eləyəndə nəzərə alırlar ki, onların IP-ləri düşməsin. Yəni iz qoymurlar, belə deyək. Təhlükə demişkən mən mövzunu elə təhlükədən davam etdirmək istəyirəm. Belə ki, hər kəsi narahat edən baş bəlası viruslardan qurtulmağın yollarını istəyirəm. Necə olur ki, ümumiyyətlə viruslar yayılır və geniş bir kütlə halını alır? Viruslardan qorunmaq üçün yaxşı olar ki, ümumiyyətlə yəni bilmədikləri saytlara daxil olmasınlar və yaxud da şübhəli görünən saytlara daxil olmasınlar. Ən əvvəl isə antiviruslar, kompüterlərdən antiviruslar yükləməlidirlər. Bu formada bir də əgər söhbət profillərdən gedirsə, misal üçün Facebook profillərsə, bəli, bunun üçün birinci növbədə lazımdır mümkün qədər simvollardan istifadə edib qəliz parollar, bəli, qəliz şifrələrdən istifadə etmək lazımdır. Şifrələri mütəmadi, deyək ki, ayda bir dəfə, iki dəfə dəyişmək lap yaxşı olardı. Hacking metodlarında belə bir metod var ki, köhnə qalmış şifrə dəyişmirsə, bir ay ərzində, hansı müddət ərzində onu tapmaq mümkün olur. Sosial şəbəkələrdə, məsələn, profillərimizdə də bəzən viruslara yoluxa bilirik. Bəs bunlardan necə qurtula bilərik? Bunun üçün, əgər görsəniz ki, misal üçün insanlar görəndə ki, profillərində onların adından paylaşımlar gedir və s. Öz profilinə daxil olanda sol tərəfdə tətbiq etmələr olur və yaxud da Twitterdə də var bu formada. Tətbiq etmələrə daxil olub artıq tətbiq etmələri silmək lazımdır. Çünki insanlar bilmədən belə hansısa səhifəni like edir, bəli, hansısa misal üçün sizə tutalım ki, şəkli montaj eləyən bir proqram lazımdır. O daxil olursunuz, o sizə deyir ki, öncə bu application, bu tətbiq etməni qəbul edin. Siz qəbul edirsiniz, amma çox diqqət etmirsiniz ki, orada nə var, sizin şəxsi məlumatlarınızı götürür və s. Bu icazəni sizdən istəyir. Əksər insanlar isə bu xarici dildə olduğu üçün oxumadan bəli qəbul edirlər. İnternetdə bizim məsumluğumuzdan istifadə edir. Bəli, saflığımızdan istifadə edir. Və məndən çox maraqlıdır, Fəriz, Azərbaycanda da hətta saytlara hücum etmək adət, ənənəvi bir hal alıb və siz bunun qarşısına, öhdəsindən gələ bilirsiniz. Bir neçə saytlara həmçinin hücumuna məruz qalmısınız. Bunun öhdəsindən necə gəlirsiniz özünüz? Öncə biz də təbii ki, əvvəllər lap təcrübəsiz vaxtlarda bu işi öyrənəndə müəyyən hacking metodlarından istifadə etmirdi və artıq sonradan bu gördük ki, tələbat daha çoxdur. Bunun üçün dediyim kimi öncə hackerlərə müraciət edir, onlar test edirlər saytı. Bu yaxınlıqda biz deməli keçən il Azərbaycan televiziyasında yayımlanan Mən Azərbaycanlıyam yarışmasının onlayn versiyası var idi. Bəli, 6 ay ərzində biz onu 24 saat texniki dəstəkləmişdik və kifayət qədər hacking hücumları gəlmişdi o sayta. Nə səbəbə? Nə etmək istədilər? Onların məqsədləri nə idi? Qalib olmaq, bəli, asan yolla, dili işlətmədən qalib olmaq istəyirdilər. Çünki orada kifayət qədər hədiyyələr var idi.
Buna görə də amma bu cəhdlər alınmırdı. Çünki 24 saat qorunurdu. Bəli, 24 saat Əla. qorunurdu. Bir də onu xatırladım ki, Azərbaycanda aidiyyatı qurumlar təhlükəsizliyə çox yaxşı formada nəzarət edə bilirlər və ona görə də xəkerlər belə hansısa sayda hücum eləməkdən çəkinirlər. Çünki nəticəsində Hətta turistlər hər zaman Azərbaycana gələndə biz onlardan soruşanda ki, Azərbaycanda ən çox nəyi müşahidə edirsiniz? Onlar təhlükəsizliyi misal olaraq, həmçinin təmizliyi misal olaraq ən çox işlətdikləri sözlər arasındadır. Bəs daha təhlükəsiz bir internet varmı, sayt varmı, sosial şəbəkə, hansı ki biz istifadə edək, həm də könül rahatlığı ilə? Əslində böyük şirkətlərin, yəni belə deyək də, dünyada tanınmış Facebook, Twitter və s. onların sayt kimi proqramlaşdırma tərəfinin təhlükəsizliyi kifayət qədər yüksəkdir. Sadəcə siz və yaxud da insanlar ümumiyyətlə hər kəs öz profilini, öz şifrəsini özü qorumalıdır və ona nəzarət etməlidir ki, başqa yerlərdən daxil etməsin, qəliz biraz şifrələr istifadə etsin. İndi hara getsə, hakerlar bizdən əl çəkməyəcək. Təşəkkür edirik Zaur gəldiyinizə görə də, oradan maraqlı informasiyalar verdiniz bizə. Yəqin ki, gənclər də bizi dinlədilər və özlərinə lazım olan məlumatları ala bildilər. Çox sağ olun, uğurlar arzu edirik sizə. Təşəkkür edirəm, sağ olun. Dostlar, beşikdən qəbrə binəcən öyrən deyirlər. Öyrənməyin yaşı yoxdur. Əsas odur ki, burada ayıb heç nə yoxdur. Biz sizin nəyi bilib bilmədiyinizi bilmədiyimiz üçün bilirsinizmi deyə soruşuruq. Anladığınız kimi Magiya etibarən bilirsinizmi rubrikasını izləyirik. Saat neçədir? Gecikirəm. Yox, vaxtım hələ var. Bir dəqiqəyə, telefonum da zəng çalmadı. Bəs mən niyə belə tez oyandım? Düzdür, mən bunu bilirəm. Bilirəm ki, siz də biləsiniz. Maqlar, bilirsinizmi? İnsanlar vaxtında yuxudan oyana bilmələri üçün təbii zəngli saatla təchiz olunublar. Amma əslində bu stres hormonları ilə əlaqədar olan bir prosesdir. Bir dəqiqə ərzində yüzlərlə litr su içən yol olduğunu bilirsinizmi? Yeni ixtira olunan bu növ asfalt 4000 litrə qədər suyu bir neçə dəqiqə ərzində yox edə bilir. Ağacların kəsilməsinə yəqin ki, hər birimiz qarşıyıq. Amma yeni düzəldilən bu maşın sayəsində artıq ağaclara zərər vermədən onları bir yerdən başqa yerə köçürmək mümkündür. Bilirsinizmi? Göz yaşlarının tərkibində ağrı kəsici leonkofalin maddəsi var. Müasir dövrümüzdə artıq şahmat oynamaq daha da maraqlı olub. Maglar, hər şeyi bilmək, bir sahənin mütəxəssisinə çevirmək çox gözəldir. Əsas odur ki, biliklərinizi təhlükəyə çevirməyəsiniz. Niyyətiniz və məqsədiniz faydalı olsun Maglar. Çünki bu dünyada bizə əziz olan insanlar yaşayır. Virtual təhlükələrdən uzaq olmaq diləyi ilə bugün isə bu qədər. Hələlik.